Xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm, həkim, psixoterapevt, yalan və bədəndir üzrə ekspert Elnay Rəhimov Tambovski. Başqalarının fikirləri vacibdirmi? Başqalarının fikirləri faydalı ola bilər və ya faydasız ola bilər. Onu qəbul etmək də, etməmək də sizin öz seçiminizdir. Lakin burada əsas bir məqam var. Başqalarının fikirləri çox nadir hallarda həqiqətin özünü əks etdirir və yaxud da həqiqətə yaxın olur. Kimlərin fikirləri həqiqətə daha yaxındır? 1. Həyat təcrübəsi çox olan insanların, yaş hardasa deyək ki, 40-ı ötmüş, yəni 40, 50, 60 yaşlarında və daha artıq. O da bir şərtlə ki, həyatda nələrəsə nail olub və səhvləri üzərində işləyib və nəticə çıxardıb. Bu adamlardan söhbət gedir. İkincisi, alimlərin, eyni zamanda peşəkarların fikirləri. Üçüncüsü, dahilərin, peyğəmbərlərin fikirləri həqiqətə daha yaxındır və onları daha çox əks etdirir. Diqqətinizə görə minnətdaram. Sağ olun.